Salam əziz şagirdlər, bugün Riyaziyyat 6-cı sinif 2-ci hissə iş dəftərindən səhifə 80, 81 və 82-nin izahını verəcəm. Birinci tapşırıqla başlayaq. İfadənin qiymətini tap. A bəndini buradan həll edirəm. 3 üstü 4, yəni 3-ü 4 dəfə öz-özünə vuracam. Edəcək 81. 3 üstü 4-ü vururam 5-ə. Yəni 81 vurulsun 5, çıxılsın. 5-in kvadratı, yəni 5-i 2 dəfə vururam öz-özünə. 25 bölünsün -2. 81-i 5-ə vuranda edir 405. 405 çıxılsın 25 bölünsün -2. 405-dən 25-i çıxıram. Edir 380. 380-i də bölürəm -2. Müsbəti mənfiyə böləndə cavabımız mənfi edəcək. 380-i də bölək 2-yə 1 dəfə. 9 dəfə. Bu sıfırı da keçirirəm bura. Olur. -190. A bəndinin cavabını tapdıq. İndi B bəndini həll edək. 12-nin kvadratı. 12 vur 12 edəcək 144. 9-un kvadratı. 9 vur 9 edəcək 81. 5-in kvadratı. 5 vurulsun 5 edəcək 25. Və 2-nin kubu 2 vurulsun 2 vurulsun 2. Etdi 8. İndi mötərizəni açıram. 12-nin kvadratı buradadır 144. Üstəgəl 81. Çıxılsın 25 bölünsün 8. Birinci mötərizənin içini həll edək. 144-ün üstünə 81 gəlirəm. Sonra 25-i çıxıram, qalır 200. 200-ü bölək 8-ə. Birinci 20-ni bölürəm 8-ə 2 dəfə. 0-ı düşürdürəm 40 böl 8 5 dəfə. Burada da cavabım etdi 25. Keçirəm C bəndinə. Yine bunu silirəm. 6'nın kubu. 6 vurulsun 6 vurulsun 6. 5'in kubu. 5 vurulsun 5 vurulsun 5. Verilənləri yazaq. Bir də 2 üstü 4'ü hesablayaq. 2'ni 4 dəfə öz-özünə vuracaqsınız. İndi 6'nın kubu etdi 216. 5'in kubu 125. 2 üstü 4'də 16. Əvvəlcə mötərizənin içini həll edirik. 216-dan 125-i çıxıram. Edir 91. Yəni 91 bölünsün -7. Üstəgəl 16. 91-i bölək 7-yə. Olacaq 13. Müsbəti mənfiyə böləndə cavabımız edəcək mənfi. Yəni -13 üstəgəl 16. İndi ədədlərimizin biri müsbətdir, biri mənfidir. Böyükdən kiçiyə çıxıb böyüyün işarəsini yazacağım. Etdi 3. Gəldik D variantına. Burada tapmalıyıq -3-ün kubunu, yəni -3'ü 3 dəfə öz-özünə vuracağıq. Edəcək -27. Modulda da -5'dən çıxacaq -5. İndi mötərizəni açıram. -3'ün kubuna yazıram. -27 çıxılsın 5. Vurulsun. Modul 5'in yerinə yazıram 5. İndi burada 2 mənfi olduğu üçün toplayıb mənfisini yazmalısınız. -32 vurulsun 5. Üstəgəl 36. 32'ni vururam 5'ə. 0, 1 yadda 3 vur 5. 15. Üstünə də 1 gəlirəm 16. Edir -160. Üstəgəl 36. İndi biri mənfi, biri müsbət olduğu üçün böyükdən kiçiyə çıxıram. 160'dan 32 çıxıram. Edir 128. Cavab -128. Keçirik E bəndinə. E bəndində 7'nin kubu, 7'ni 3 dəfə öz-özünə vuracaqsınız. 5'in kvadratı da artıq bildiniz ki 25'dir. Modulda -2'dən 2 çıxacaq.
İndi buradan yazaq. 7-nin kubu 343. 343 çıxılsın. 2 vurulsun. 5'in kvadratının yerinə 25 yazıram. Çıxılsın. Yenə 25. 5'in kvadratının yerinə. Bölünsün 2. Bərabərdir. Əvvəlcə burada 2'ni vururam 25'ə. Edir 50. 343'dən çıxacam 50'ni. Çıxacam 25'i. İndi 5'dən 5 çıxıram 0. Burada 4'dən 5 çıxmaq olmur. 14'dən əvvəlcə 1'in verirəm bura. 14'dən 5 çıxıram 9. 9'dan da 2 çıxıram 7. Burada da qaldı 2. Yəni 270'i böləcəm -2'yə. O müsbət 2'yə. Mənfi yoxdur burada. 270'i böləcəm 2'yə. Böyle 2'yə bir dəfə. 7'ni düşürdürəm 3 dəfə. 0'ı düşürdürəm 135. Cavab 135. Dördün kubu bərabərdir 4 vurulsun 4 vurulsun 4 edəcək 64. 2'nin kubu 2 vurulsun 2 vurulsun 2 8. İndi verilənləri yazaq. 4'ün kubu 64 bölünsün -8. Üstəgəl 2'nin kubu 8 vurulsun 5. Bölünsün 2'nin kubu yəni 8. Əvvəlcə deməli burada bu bölməni yerinə yetirəcəm. Burada bu vurmanı sonra onları toplayacağım. Birinci bölmə və vurmalar edilir də mötərizənin içində. 64'ü -8'ə bölürəm edir -8. 8'i də vururam 5'ə edir müsbət 40. Bölünsün 8 bərabərdir. 32 bölünsün 8 bərabərdir 4'ə. Bizim cavabımız olacaq 4. İndi keçirik G bəndinə. G bəndində -99 üstəgəl. Modulda -4'ün yerinə artıq 4 yazıram. Çıxılsın. -2'nin kubu -2'ni 3 dəfə öz-özünə vuracaqsınız. Edəcək -8. Bərabərdir. Əvvəlcə vurma varsa vurmanı yerinə yetirək. -99 üstəgəl 20 çıxılsın. -8. Baxın, mötərizə qarşısında burada mənfi var. Mötərizə qarşısında mənfi varsa, mötərizə əks işarə ilə müsbət 8 yazılır. İndi -99 ilə 20'ni hesablayıramsa, böyükdən kiçik çıxıb böyün işarəsini yazıram. -79 üstəgəl 8. Yenə böyükdən kiçik çıxıb böyün işarəsini yazıram. Edəcək -71. Sonuncu -5'i 4 dəfə öz-özünə vuranda müsbət 625 edəcək. Çünki 4 dəfə öz-özünə vururuq. Mənfi vur, mənfi müsbət verir. Sonra buradakı vurmanı yerinə yetiririk. Edir. Baxın, burada da mənfi, burada da mənfi. Edəcək müsbət 60. -6'nı da 3 dəfə öz-özünə vuranda edəcək -216. Bərabərdir. Mötərizə qarşısında müsbət işarə olduğu üçün mötərizə olduğu kimi -216 olaraq yazılacaq. 625 ilə 60'ı toplayıram. 685. Təkrar edirəm. Mötərizənin qarşısında müsbət olduğu üçün -216 olduğu kimi yazılır. Yəni 685'dən də 216'nı çıxırsınız 9. Buradan birini vermişdik. 7 çıx 1 6. Edəcək 469. Buraya yazıram 469. Keçirik ikinci tapşırığa. Ədədin sadə vurğulara ayrılışında boş yerlərə uyğun ədədləri yaz. Deməli, baxın, burada 35'i neçəyə bölüb 7 alıblar. 35'i 5'ə böləndə 7 alarlar da. Demək, bura 5 yazacağım. Sonra, yenə buradakı ədədi məsələn bilmirəm. Baxın, buraya boşluğu qoyuram. Bölüblər 5'ə 35 alıblar. Deməli, mən bölünəni axtarıram. Bölünəni tapanda qisməti bölənə vururuq. Yəni, 35'i vuracaqsınız 5'ə. Edəcək 175. Demək, buraya yazıram 175. İndi yenidən baxın. Yenə bölüblər 3'ə, alıblar 175. Yenə mən bölünəni axtarıram da. Bölünəni tapmaq üçün bölənlə qisməti bir-birinə vururam. 175'i vururam 3'ə. 5 bir yadda, 2 yadda 525. Buraya yazıram 525. Daha sonra bura baxaq. Baxın, 35'i hansı ədədə bölsək 7 alarıq? Təbii ki 5'ə. Bunu şifahi tapa bilərsiniz. İndi burada, baxın, burada bilmirik amma. Bunu bölüblər 3'ə, alıblar 105. Bölüblər 3'ə, alıblar 105. Bölünəni tapmaq üçün böləni
qismətə vurmalıyıq. 105-i vuracaqsınız 3-ə. 5, 1, 3. Olacaq 315. Yenə bölüblər 2-yə, alıblar 315. Bölüblər 2-yə, alıblar 315. Yenə bölünəni tapmaq üçün böləni qismətə vuracağıq. 315-i vuraq 2-yə. 0, 1 yadda, 3, 6. Burada da olacaq 630. Keçirik bura. Baxın, 5-i nəyə bölsək 1 alarıq? Təbii ki, 5-ə. Ədəd özünə böləndə 1 alırıq da. İndi 5-ə bölü 5 alıblar. 5-ə bölürəm, 5 alıram. Deməli, bunu şifahidə tapa bilərsiniz ki, 25-i 5-ə bölündə 5 eləyir. Qayda ilə desək, bölünəni tapmaq üçün böləni qismətə vurmalıyıq. Yəni, bura 25 yazırıq. Bir sözlə 5-ə vurub bura yazırsınız. İndi 25-i vuracam 5-ə. 5, 2 yadda 125. Baxın, təzədən 125 də 2-yə vurub bura yazacağıq. 0, 1 yadda 5, 2. Bura yazacağım 250. İndi gəldik bura. 14-ü hansı ədədə bölüblər? Yox, bura hələ baxmayaq. Biz bura baxaq. Hansı ədədi 7-yə böləndə 1 alıblar? İndi qısaca nə dedim? 1-i 7-yə vurub bura yaza bilərsiniz. 1 vurulsun 7, edəcək 7. Sonra indi 14-ü bilmirik. Neçəyəsə bölüb bura 7 yazıblar. 14-ü bilmirik nəyə bölüblər? 7 alıblar. Böləni tapmaq üçün bölünəni qismətə bölürük. 14-ü 7-yə bölürəm, tapıram 2. Siz bunu şifahidə tapa bilərsiniz ki, 14-ü hansı ədədə bölsək 7 eləyər? 2-yə. Sonra qısa yoldan dedik, 14-ü 5-ə vurub bura yazırıq. 14 vurulsun 5, 60. 60-ı 2-yə vurub bura yazırıq. 120. 120-ni 2-yə vurub bura yazırıq. 240. Tapşırığımız bitdi. Keçirik 3-cü tapşırığa. Eyler-Venn diaqramında A ədədinin sadə vuruqları çoxluğu A, B ədədinin sadə vuruqları çoxluğu B verilib. A və B ədədini tap. A ədədi bizə deyir axı, buradır. A dairəsi. A dairəsində nə görürsünüzsə bu A ədədinə aiddir. 2, 3, 5 və 11. Deməli, səmərəli yoldan 2-ni 5-ə vuracam. 10, 3-ü 11-ə vuracam. 33. 33 sən də 10-u bir-birinə vuranda 330. A ədədimiz 330-dur. İndi gəlin B ədədinə baxaq. Həmçinin bunu B ədədi üçün düşünsək, B dairəsinə baxırıq. B dairəsində biz nə görürük? 2, 3, 5 və 7. Baxın, 2-ni vuracam birinci 5-ə. Edəcək 10. 10. Bu da edəcək 21. Bir-birinə vuranda 210. Keçirik. Nəyə? Bizə deyir ki, A və B ədədlərinin əbob və əkobunu tapın. Eyler-Venn diaqramından əbob tapmaq istəyiriksə, əbob üçün sadəcə kəsişməni götürə bilərsiniz. Əbob, çünki hər ikisində olanlardır. 2 vurulsun, 3 vurulsun, 5. Edəcək 30. Əgər əkob götürmək istəyiriksə, diaqramda nə görürüksə bir-birinə vururuq. 11, 2, 3, 5 və 7. Bu vurmanı yerinə yetirsək, deməli, elə bil ki, A ədədini 7-yə vururuq da. A ədədi 330-dur. Deməli, 330-u vuracam o biri tərəfdə qalan 7-yə. 0, 1, 2 yadda, 21, 2 yadda, 23. Edəcək əkobumuz 2310. Elə yazaq ki, bura sərgəli yerləşsin. Sonra keçdik B variantına. B variantında deyir ki, A və B ədədlərini tap. Yenə A dairəsi baxın buradır. A dairəsində nə görürsünüzsə A ədədi üçün yazırsınız. 5, 3, 11 və 7 edəcək 1155. İndi B dairəsi üçün yazıram eyni şəkildə. Baxın B dairəsi. B dairəsində də nə görürük? 3 vurulsun, 11 vurulsun, 7 vurulsun, 2. O da edəcək 462. Əbob tapırıqsa, ortada olan kəsişməni götürürük. 3 vurulsun, 11 vurulsun, 7. Edəcək 231. Əkobda isə diaqramda nə görürüksə, hamısını bir-birinə vururuq. 5, 3, 11, 7 və 2. Edəcək 2310.
Elə yazaq ki, bura yerləşsin. Keçirik səhifə 81-ə. Davam edirik 4-cü tapşırıqla. Kəsirləri ortaq məxrəcə gətir və müqayisə et. Deməli, A bəndində bizə verilib 20-də 7, bir də 15-də 4. Biz bunları ortaq məxrəcə gətirmək üçün burada 15 ilə 20-yə əkub tapmalıyıq. On 15 sadə vuruqlara ayırıram. 20 sadə vuruqlara ayırıram. Deməli, eyni olanlar 5, 5. 5'i vuracağım eyni olmayanlara. 3, 2, 2. Bərabərdir. Demək 5 ilə 2'nin hasili 10. 3 ilə 2'nin hasili 6. 6 vur 10, 60. Demək mən bunları 60'a gətirməliyəm. 10 da bir sözlə 20'ni 60'a bölürəm. 3 eləyir. Demək buranı 3'ə vurmalıyam. 60'ı 15'ə bölürəm. Buranı da 4'ə vurmalıyam. 4 dəfə düşür. Onda bunu biraz kənara çəkirəm. Bu edəcək 3'ə vuranda. Baxın, belə məxrəcin də sürətində 3'ə vuracam. Bunun da məxrəcin də sürətində 4'ə vuracam. Birinci kəsirimiz edəcək 60'da 21. Bu da edəcək 60'da 16. Demək 21 olan böyükdür. Yəni böyükdür işarəsini buraya yazıram. Sonra bunu silirəm ki, B variantını yazam. İndi B variantında misal üçün mən bunu şifahidə yazmaq istəyirəm. Burada 150'dir, burada amma 50'dir. Mən 50'ni neçəyə vursam 150 eləyər. Təbii ki, 3'ə vursam. Vuraq 3'ə. Edəcək 150'də 39. Bu da 150'də 27. Hansı böyükdür? 150'də 39. Belə. Keçirik C-yə. C variantında daha çox əkub tapsaq sizə daha rahat olar. Əkub 36 və 48 yazırıq. Ayırıram sadə vuruqlara. 2, 18, 2, 9, 3, 3, 1. 48'i də ayırıram sadə vuruqlara. 2, 24, 2, 12, 2, 6, 6, yox. 2, 3, 3, 1. Eyni olanlar. Əvvəlcə eyni olanları yazıram. 2, 2, 3. Eyni olmayan burada 3 qaldı. Burada da 2 və 2 qaldı. Bərabərdir. Deməli 2'ni 2'yə vururam 4. 3'ü 3'ə vururam 9. 2'ni 2'yə vururam 4. Edəcək 36 vurulsun 4. O da edəcək 144. Yox. 36 vurulsun 4. 4. 2 yatı 144. Deməli 36'nı elə buradan bildik ki 4'ə vurmalıyıq. 144'ü 48'ə bölsək edəcək 3 dəfə. Buranı da 3'ə vurmalıyıq. Onda bunu silim. Buradan yazaq. Edəcək 144'də 11'i 4'ə vururam 44. Bu isə bir yazım ki 51. Demə böyük olan budur. Sonuncu kəsirimizdə 15 ilə 7 qarşılıqlı sadə ədədlər olduğu üçün elə birbaşa buranı 7'yə, buranı da 15'ə vuracam. Məxrəcləri yazmasaq da olar, sürətləri düşünək. Baxın, bura edəcək 56, burada edəcək 45. Hansı böyük oldu? Təbii ki 56 olan böyük oldu. 5-ci tapşırıq. Əməlləri yerinə yetirmək üçün biz gərək bunları ortaq məxrəcə gətirək. Deməli, bunu yazıram 14'də 5. Bunu yazıram 21'də 4. Bərabərdir. Baxın uşaqlar, bunu qısa yoldan mən sizə belə deyə bilərəm. Bu 2 vurulsun 7'dir. Bu da 3 vurulsun 7'dir. Demək mən buranı nəyə vurum? 3'ə. Buranı 2'yə. Baxın. 7 ikisində də eynidir də. Fərqli olan nədir? Bax burada 3 yox idi. Buranı 3'ə vurdum.
Burada nə yox idi? 2. Görürsünüz, ikisində də 3 vur 2 vur 7 oldu. Demək, bunun yuxarı hissəsində nəyə vuracam? 3-ə. Bunun da yuxarı hissəsində, yəni sürətini də vuracam 2-yə. Məxrəc 3 vur 2 vur 7 42 oldu. Sürətdə 15. Yəni əkobla da tapa bilərsiniz. Belə mən qısa tapıram. Cavabımız oldu 42-dən 23. Keçirəm B bəndini. Bunu silirəm. İyirmi altıda 13. 48-də 7. 13-ə ixtisar edirəm. 2-də 1 çıxılsın. 48-də 7. 48 ilə 2-ni ortaq məxrəcə gətirmək üçün elə 48-in özünə gətirəcəm. Yəni, birinci kəsirin məxrəc və sürətini 24-də vuracam. Olacaq 48-də 24. Siz az əvvəl izah etdiyim qaydada əkob tapıb, əkobdan sonra ortaq məxrəcə gətirə bilərsiniz. Yəni, mən dedikcə düşünərsiniz ki, birdən müəllim 24-ü hardan tapdı, necə şifahi tapdı. Yenə deyirəm, buradakı bu əkob qaydası ilə özünüz tapa bilərsiniz. 24-dən də 7-ni çıxıram, edir 14. Sonra mən bunu ixtisar edirəm 2-yə. Cavabımız edəcək 24-də 7. Keçirik C bəndinə. On 12-də 5, 24-də 7 və 36-da 1. Üçünə də gəlin əkop tapaq. 12-ni ayırıram sadə vuruqlara. Ya da bayaq öyrətdiyim qayda ilə gəlin yazaq. Baxın, 12, 2 vurulsun 6-dır. 24, 4 vurulsun 6-dır. 12 ilə də göstərə bilərik. Bu elə 12-dir. Bu 12 vurulsun 2-dir. Bu isə 12 vurulsun 3-dür. Siz daha balaca rəqəmlərlə də yaza bilərsiniz. Deməli, burada fərqli olan 3-dür, burada da 2-dir. Onda mən buranı vurum 2-yə, buranı vurum 3-ə. İkisində də görürsünüz, 12 vurulsun 3 vurulsun 2 oldu. Burada isə nə 3 var, nə də 2 var. Deməli, məxrəci 6-ya vurdumsa sürəti də 6-ya vururam, məxrəci 3-ə vurdumsa sürəti də 3-ə vururam, məxrəci 2-yə vurdumsa sürəti də 2-yə vururam. Yenə deyirəm, siz əkop qaydası ilə tapa bilərsiniz. Mən bunu qısa yoldan sizə deyirəm. Ortaq məxrəc 72-dir. 30, 21 və 2. İxtisar isə yoxdur. 72-də 53. Keçirik sonuncu D-yə. D-ni də əkobla deyim. Deməli, 45, 90 və 180-i ayıracam sadə vuruqlara. 3, 15, 3, 5, 5, 1. 3, 30, 3, 10, 2, 2, 45, 3, 15, 3, 5, 5, 1. Buradan məlumdur ki, bu 45 burada oldusa, avtomatik bu ikisinin əkobu 90-dır deməkdir. Çünki 45 elə 90-ın içində var. Bunu da 2-yə bölündə burada 90 alıramsa, deməli 80, 80-in daxilində hər üçü var, hər ikisi var. Yəni, əkop qısacası 80 olacaq. Amma yenə də bir həll eləyək, baxaq. Əvvəlcə eyni olanlar. 3, 3, 3, 3, 3, 3, 5, 5, 5. Görürsünüz? 3, 3, 5 hər üçündə var. Yəni, bu 45-dir. Sonra burada 2 var. Burada da 2 var. Yəni, bunlar da eynidir. Bir dənə 2 götürürəm. Yerdə qalır bir dənə 2. Bunlar da bir-birinə vuranda 180 eləyir. Görsəz onsuzda ədədlər, baxın, buradadır. Sadə vuruqların hər biri buradadır. Vurmadan da tapmaq olur. Görürsünüz?
Hər biri 180-dəndir. Qısacası əkop 180 etdi. 45-i 180-i 45-ə bölüb tapırıq 4 dəfə, yəni buranı vuracam 4-ə. 2 dəfə, burada heç nəyə. Deməli 180-də gəlin sürətləri toplayaq. Sürətlərimiz etdi 24, 22, çıxılsın 4. 24-dən birinci 4-ü çıxaram. 20, üstünə 22 gələrəm. 42 bölərəm 6-ya. İxtisar edərəm də, yəni. Cavab 30-da 7. 6. Tənasüb qurmaqla suallara cavab verin. A bəndində deyir ki, usta 20 stolu 5 günə, eyni məhsuldarlıqla 32 stolu neçə günə yığar? Deməli, günlərin sayı artdıqca stolların sayı da artacaq. Burada düz asılılıqdır. Yəni düz mütənasibdir. Çünki hər ikisi artır. X-i tapmaq üçün 32-ni vurursunuz 5-ə, bölürsünüz 20-yə. 5-ə ixtisar edirəm 4 dəfə, 4-ə ixtisar edirəm 8 dəfə. Cavabımız olar 8 günə. B bəndinə baxırıq. Şirniyyatçı 30 kiloqram məlumat almaq üçün 20 kiloqram şəkər tozu, bu şəkər tozudur, istifadə etdi. 75 kiloqram belə məlumat almaq üçün nə qədər şəkər tozu lazımdır? X. Nə qədər çox məlumat hazırlasa, bir o qədər çox şəkər tozu istifadə olunacaq. Yəni, burada da düz mütənasiblikdir, yəni çarpaz vuracaq. 30 vurulsun, daha doğrusu 20 vurulsun 75 bölünsün 30. Ona ixtisar edirəm 3, 2. 3-ə ixtisar edirəm, 25-i 2-yə vururam. Doğru cavab 50 kiloqram. 7. A bəndində bizə deyir ki, tənasübün əsas xassələrindən istifadə etməklə məhsulu tap. Tənasübün əsas xassəsi odur ki, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni, biz bunu belə çarpaz vurma ilə həll edirik. 24 vurulsun 35 bərabərdir. X vurulsun 5. İndi, burada 24-ü 35-ə vururuq və ya bərabərliyin hər iki tərəfindən 5-ə ixtisar etsək, burada 7 qalır. 24 vur 7 bərabərdir X-a. X-i tapmaq üçün 24-ü vuraq 7-yə. 8, 2 yadda 14, bu da 16. X etdi 168. Yenə kənar hədlərin hasili M vurulsun 52 bərabərdir. Orta hədlərin hasilinə 12 vurulsun 13-ə. Buradan da hər tərəfi 13-ə bölsəm 1, burada qalır 4. M vurulsun 4 bərabərdir 12. M-i tapmaq üçün 12-ni bölürəm 4-ə, M edəcək 3. Yenə çarpaz vururam. 30 vurulsun K çıxılsın 2, 25 vurulsun K. 30-u mötərizəyə vurub atacaq. 30 K çıxılsın. 30-u vururam 2-yə 60, 25 də 2-yə vururam 25 K. Dəyişənləri keçirirəm. Yəni 35 K-ın da soldadır. 25 K-nı keçirirəm sola. Mənfi 60-ı keçirirəm sağa. 5 K bərabərdir 60-a. K-nı tapmaq üçün 60-ı bölürəm 5-ə. Edir 12. D bəndində yenə kənar hədlərin hasili 18 vurulsun Y bərabərdir. Orta hədlərin hasilinə 90 vurulsun 3-ə. 18Y bərabərdir 270 yazıram. Y-i tapmaq üçün 270-i bölürəm 18-ə. Y də bərabərdir 270-i 18-ə böləndə, deməli, birinci bir dəfə düşür. 18, qalır 9. 90-ın içində də 18, 5 dəfə. Deməli, Y-imiz edəcək 15. 8-ci tapşırıqla davam edirik. Aynurun müəyyən məbləğdə pulu var. Onun ala biləcəyi dəftərlərin sayı bir dəftərin qiyməti ilə tərs mütənasib asılıdır. Qrafikdə bu asıllıq təsvir olunub, mütənasiblik əmsalını tap və Y-in X-dan asıllıq düsturunu yaz. Tərs mütənasib asıllıq Y bərabərdir, K bölünsün X şəklində olur. Əgər biz buradan mütənasiblik əmsalı K-nı tapsaq, K, Y vurulsun X-a bərabərdir. Qrafikə baxırıq. Qrafikdə X 1 olanda Y 6 olubdur. Cədvəli tamamlayaq. X 2 olanda Y 3 olubdur. X 3 olanda Y 2 olubdur. Ən sonda bizə Y-in bir qiymətində
y-in 1 qiymətində, x-in neçə aldığını soruşur. X 6 alıbdır. İndi mütənasib əmsalı k-nı tapmaq üçün x-dan y-in cədvəldən y 6 olanda x 1 olub qiymətini qoyuruq. Mütənasib əmsalın 6 tapırıq. Düsturumuz onda olacaq bu şəkildə ki, y bərabərdir 6 bölünsün x. 9-cu tapşırığa baxırıq. Koordinat sistemində verilən nöqtələr arasındakı məsafəni tap. Koordinat sistemində məsafəni tapmaq üçün nöqtələr arasında baxıram ki, y-lər bərabərdir. Onda modulda x-ları bir-birindən çıxmaq kifayətdir. Edəcək 6. B variantına baxırıq. Bu dəfə x-lar bərabərdir. Onda y-ləri bir-birindən çıxa bilərik. Edəcək 5. C variantında x-lar bərabərdir. Y-ləri bir-birindən çıxıram. Edəcək 6. D variantında da x-lar bərabərdir. Mənfi 7-dən 5 çıxıram. Edəcək 12. 10-cu tapşırığa baxırıq. Cədvəldə bir neçə canlının yaşadığı mühitlərin dəniz səviyyəsindən yüksəkliyi və ya dərinliyi metrlə verilib. Onların adını boş xanalara yaz. Deməli, bizə verilib -4. Deməli, -4 yerləşəcək 0 ilə -10 arasında. Buraya yazıram köpək balığı. Müsbət 24, 20 ilə 30 arasında olacaq. Sərçə. Qağayı 50 ilə 60 arasında olacaq. Daha sonra dəniz tısbağası -22. O da -20 ilə -30'un arasında olacaq. Dəniz tısbağası və köpək balığının yaşadığı mühitlər arasındakı məsafə nə qədərdir? Dəniz tısbağası, köpək balığı. Köpək balığı -4 idi. Dəniz tısbağası -22 idi. Modulda bir-birindən ədədləri çıxmalıyıq. Modulda -22 çıxılsın -4 bərabərdir. -22 ilə 4'ü toplayıram, -18 eləyir. Oradan da müsbət 18 çıxır. Daha sonra deyir, qağayı dəniz tısbağasından nə qədər hündürlükdə uçur? Qağayı ilə dəniz tısbağasına baxırıq. Qağayı buradadır. Qağayını bizə verib 56. Onda biz yazırıq bura. Modulda -22 çıxılsın 56 bərabərdir. İkisi də mənfi olduğu üçün qarşısında mənfi işarə var. Toplayıb mənfisini yazırıq. -78. Moduldan da müsbət 78 çıxır. Daha sonra qağayı köpək balığından hansı məsafədədir? Qağayı ilə köpək balığına baxırıq. -4 ilə 56'ya. Modulda -4 çıxılsın 56 edəcək. Modulda -60. Bu da bərabərdir 60'a. 11-ci sual. Koordinat sistemində yazılmış verilmiş nöqtənin yer dəyişməsi nəticəsində keçdiyi nöqtənin koordinatlarını yazın. 2 vahid sağa, 5 vahid aşağı. Deməli, bunu 2 vahid sağa gedəndə artır. 3 üstə gəl, 2. 5 vahid aşağı düşürsə, deməli 5'i çıxıram. Nöqtələrimiz olacaq 5, 0. B variantına baxırıq. 3 vahid sola, yəni -6 3 vahid azalacaq. 2 vahid yuxarı, yəni 2 vahid artacaq. -9 və müsbət 4. Sonra 5 vahid sağa, deməli x oxu 5 vahid artır. -2'dən 3 vahid yuxarı, deməli 3 vahid artır. Olacaq 12 və müsbət 1. 12. Sadələşdir və dəyişənlərin verilmiş qiymətlərində ifadənin qiymətini tap. Yazırıq. 3 ayla mənfi bizə verir 2a, müsbət 5 ilə -8 də bizə verir -3. A-nın qiymətini qoyuram yerinə. 2 vur 2 4, 4'dən də 3 çıxıram 1. B variantı 7m çıxılsın 3m eləyir 4m. Müsbət 11 ilə -9, yəni 11 çıx 9 edəcək 2. M-in yerinə -2 yazıram. -8 ilə 2'ni toplayıram -6.
C variantına keçirəm. 5 sayılar, biri mənfi, biri müsbətdir, islah olur. 2D ilə -8-dir, bizə verir -6D. D'nin qiyməti 6-dır, doğru cavab -36. D variantında 2x ilə müsbət 8x edəcək 10x, 3y-dən y çıxıram, edir 2y. X-in qiyməti 5, y-in qiyməti -3. 50 üstə gəl -6 edəcək 44. Keçirik 13-ə. Verilmiş nöqtələr qeyd olunan oxa nəzərən simmetrikdir. Koordinat sistemində qeyd etməklə boşluqlara uyğun koordinatları yaz. A 4 ilə 6-dır. 4, 4. Y oxundan da 6-dır. Bura A nöqtəsidir. Absis oxuna nəzərən simmetrikdirsə, Y dəyişəcək. Deməli, B nöqtəsi də buradadır. X oxuna, absis oxuna nəzərən simmetrik 4 və -6. C nöqtəsi absis oxuna nəzərən simmetrikdirsə, demək burada -5-dir. Burada olacaq müsbət 5. Daha doğrusu absis oxuna nəzərən absis oxu dəyişmir. Burada elə -5 olduğu kimi qalır. C nöqtəsində -5 ilə 4-ü qeyd edirik. Deməli, X oxundan -5, Y oxundan da müsbət 4. Burası C nöqtəsidir. D nöqtəsi də -5 ilə absis oxuna nəzərən simmetrik olduğu üçün absis oxu dəyişmir. Y dəyişəcək. Olacaq -5 ilə -4 D nöqtəsi. Sonra F nöqtəsi -3 ilə müsbət 5-dir. Müsbət 5-ə kimi qalxıram. Bura bizdə F nöqtəsidir. F ilə Y. Deməli, absis oxuna nəzərən simmetrik olduğu üçün X dəyişmir, Y əksinə dəyişəcək. Yəni, -3, -5. Buradan sadəcə -5-ə düşəcək. Burada olacaq E nöqtəsi. Daha sonra ordinat oxuna nəzərən simmetrik. Artıq mən bunu koordinat oxları üzərində qeyd etməyəcəm. Ordinat oxuna nəzərən simmetrik olanda ordinat dəyişmir. X dəyişir. -5 idi, müsbət 5 olur. Deməli, M -5 ilə -2-dir. X-dan -5, Y-dən də -2. -5, -2, yəni buradadır. Bura M nöqtəsidir. N nöqtəsi isə müsbət 5 ilə -2-dir. O da buradadır. Burada N nöqtəsi. Daha sonra L -2 ilə 3. -2 ilə 3. Bura L nöqtəsidir. Deməli, Y dəyişməyəcək. X -2 olacaq, müsbət 2. Yəni, o da buradadır. K nöqtəsi. Sonra C 4 verilib. Axı, biz dedik ordinatda dəyişmir, ordinat elə -1 qalır. G 4 ilə -1-dir. Yəni, buradadır. Buna simmetrik də gəlib düşməlidir bura. H nöqtəsi. Yəni, -4 ilə -1. Tapşırıq 14. Mötərizələri aç və sadələşdir. 8-i X-a vururam. 8X çıxılsın. 8-i 3-ə vururam. 24. Üstəcə. 2-ni X-a vururam. 2X. 2-ni 5-ə vururam. 10. Bərabərdir. 8X ilə müsbət 2X edir 10X. -24 ilə də müsbət 10 edir -14. 9-u Y-ə vururam. 9Y. 9-u 5-ə vururam. 45. Baxın, mötərizə qarşısında mənfi var. 3-ü Y-ə vururam. 3Y qarşısında da mənfi olduğu üçün -3Y. 3-ü vururam -2-yə, -6. Qarşısında da mənfi olduğu üçün olur müsbət 6. 9Y ilə -3Y eləyir 6Y. 45 ilə də 6 eləyir 51. Daha sonra 10-u M-ə vururam. 10M. Üstəcəl 10-u 2-yə vururam. 20. 3-ü M-ə vururam. 3M. 3-ü çıxılsın. 3-ü 4-ə vururam. 12. Çıxılsın 5M bərabərdir. 10M üstəgəl 3M. 13M. 13M-dən də 5M çıxanda edəcək 8-i. Müsbət 20 ilə də -12 mənə verəcək müsbət 8. 12-ni N-ə vururam. 12-ni 5-ə vururam. 60. -8. Baxın, burada mənfi var. 8-i N-ə vururam. 8-in. Qarşısında da mənfi olduğu üçün -8-in. 8-i 6-ya vururam. Yəni, burada çıxılsındır. 48 edir, çıxılsın 48. Mötərizə qarşısında da mənfi olduğu üçün olur müsbət 48.
Çıxılsın 6-ın bərabərdir. 12-nin 8-in eləyir 4-ün. 6m olduğu kimi yazırsınız. Başqa m yoxdur. 60 ilə da 48 eləyəcək 108. 15-ci suala baxırıq. Verilmiş şərtə uyğun bərabərsizlik yaz. Həlli ədəd oxunda təsvir et. Kəmiyyətin bərabərsizliyini ödəyən ən kiçik tam qiymətini yaz və ədəd oxunda qeyd et. A bəndində bizə deyir, mağazada satılan balığın kütləsi 2 kiloqramdan çoxdur. Balığın kütləsinə x desək, 2 kiloqramdan çox olduğu üçün böyükdür 2 olacaq. Həllini ədəd oxunda təsvir edəcəyik. 2-dən böyükdürsə, ödəyən qiymətlər buradadır. Ödəyən ən kiçik tam qiymət də olacaq 3. B variantına baxırıq. 3 manatdan az deyil, yəni 3 manatdan çoxdur və ya bərabərdir. Onda 3-dən böyük olacaq. Ödəyən ən kiçik qiymət elə 3-ün özü olacaq.